yeni vloguma xoş gəlmisiniz. Yeni bir vloga başlayıram. Əslində bilmirəm gün ərzində nəyi çəkəcəm, nəyi sizlərə göstərəcəm, amma yenə də yeni bir vloga başladım. Görək başımıza nələr gəlir. Fərqi yoxdur, hansı kofe olursa olsun, içərisinə mütləq şəkildə süd əlavə etməyi çox sevirəm. Məncə kofenin içərisinə süd əlavə etdikdə daha dadlı olur. Mən qəti şəkildə acı kofeni sevmirəm. Süd az miqdarda şəkər tozu olanda məncə daha dadlı olur. Gəlin elə yanında olmuşkən sizə mini aqarodumu da göstərim. Bu formadadır. Deməli bu kişnişdir. Zaten görürsüz. Heç ümidim yox idi əmələ gələr. Adi mağazindən aldığım paketdə olan toxumlardan istifadə eləmişəm, əkmişəm. Əslində biraz daha seyrək formada əksəydim daha yaxşı olardı. Həm də torpaq daha dərin olsaydı. Sadəcə elə yola verdi eləmişəm, amma çox qəşəng çıxdı. Əsas odur ki, böyüsün, inkişaf eləsin, fərqi yoxdur. Əyilsə də biz qoparda bilərik. Bu da balqar biberidir. Buna da çox ümidim yoxdur əslində. Çünki yeri yoxdur. Bəhrə vermək üçün bunun yeri yoxdur. Bilmirəm, bədəyaqda yəqin ki, hamısını ləğv eləyərəm. Birini saxlayaram. Bəlkə onda nəysə bir bəhrə verər mənə. Bunlar da yenə balqar biberidir. Torpaq yaxşı deyil deyə çox su inkişaf eləyə bilməyib burada. İkisi inkişaf eləyib. Yəqin ki, bunları köçürdərəm bu torpağa. Burada da pomidor var. Buna da yenə torpağım yoxdur. Ata da bilmirəm, sata da bilmirəm. Yəqin elə buradakiləri də bura köçürərəm. Görək nə olar onlarda. Belə. Əsas bunu gözləyirəm ki, bunlar yetişsin. Bir dənə yeməyin içərisini töküm, bunun dadına baxım görək necədir. Bir dənə təzə sixəm almışam. Bunu görən kimi vuruldum da. Dedim bunu mütləq şəkildə mən toxumalıyam. Çox şirindir həqiqətən. Baş hissəsini demək olar ki, ortalamışam. İndi buna göz taxmaq lazımdır. Mənim də burada bir topa gözlərim var. Bunlar burundur. Bunlar sırf qara gözlərdir. Bunlar isə rəngli gözlərdir. Bu şəffafdır. İndi ya bu olacaq, ya da bu olacaq. Çox güman ki, sixəmə baxacam, görüm neçə millimetrdən istifadə olunub burada. Bunun üzünə əlavə eləyəcəm. Yəqin bildiniz də bu nədir? Yorumlarda qeyd etməyi unutmayın, əgər tapdınızsa. İndi isə keçirəm axşam yeməyini hazırlamağa. Bunun üçün mənə toyuğun sinəti lazım olacaq. Bunun demək olar ki, hamısını istifadə eləmirəm, çünki böyük yedim. Bir hissəsini ayırıram bişirəcəyim yemək üçün, bir hissəsini isə ayırıram salat üçün. Salat üçün olanları bir balaca böyük hissələrə böləcəm və qızardacağım. Yemək üçün olanları isə elə videoda gördüyünüz kimi xırda kubik formasında eləyib bu formada qızardacağım. Bunların da üzərinə duz istiot əlavə eləyəcəm. Daha sonra isə birbaşa ilə yağın içərisində qızartmağa keçəcəm. Toyuq əti daha tez qızarandı. Sinət isə ondan da tez qızarandı. Ona görə də əlavə olaraq suda qaynatmaq və sairəyə ehtiyac yoxdur. Əslində salat eləmək fikrim yox idi, amma elə mətbəxə girmişkən gördüm əlimin altında ingredientlərin əksəriyyəti də var idi. Dedim qoy bir dənə elə salat da eləyim. İstər-istəməz yeməyə başlayanda mənim əlim açılır, nələrsə elə bişirmək istəyirəm. Videolarda fikir vermisiniz ya yox, bilmirəm, amma mənim standartla qəti şəkildə aram yoxdur. Hər zaman hər bir yeməkdə öz əlavələri mütləq şəkildə olur. İndi hazırladığım bu yemək də mənim öz reseptlərimdən biridir. Düzdür, dəfələrlə hazırladıqdan sonra sosial mediada qabağıma buna bənzər reseptlər çıxmışdı. Ona görə də %100 əminliklə bu resept mənimdir deyə bilmirəm. Amma düşünürəm ki, bunu mən özüm heç yerə baxmadan hazırlamışamsa elə yaxınlarıma da ürək xoşluğu ilə öz reseptimmiş kimi tanıda bilərəm. İstəsəz hazırlaya bilərsiniz yəni. Salatın hazırlanmasını ətraflı şəkildə izah etməyəcəm. Çünki bu mənim shorts videolarımın içərisində var. Aşağıya enib baxa bilərsiniz. Bacarsam linkini də aşağıya qoymağa çalışacağım. İndi isə eminim bunun içərisində nələr var, onları qeyd etmək istəyirəm. 2 ədəd kiçik ölçüdə kök var. Onları xırda-xırda kəsmişəm və nazik hissələrə doğrayaraq yağda qızartmışam. Bir ədəd normal
təzə xiyardır. Onu da yenə nazik-nazik doğramışam. Bir ədəd soğandır. Onu da nazik-nazik doğramışam. Toyuğu az əvvəl gördüyünüz kimi hissələrə bölüb qızartdım və həmin o qızartdığım hissələri də yenə nazik-nazik doğradım. Əlavə olaraq balqar bibəri idi. Onu da kiçik hissələrə böldüm, qızartdım, əlavə etdim. Duz, istiot, mayonez və bir ədəd də bir diş sarımsaq da əlavə etmişəm. Ümumilikdə bu salatın reseptinə əlavə olaraq fərqli rəngli biberlər də əlavə etmək olar və bir də qarğıdalı konservi əlavə etmək olar. Onlar məndə evdə yox idi. Elə əlimdə nə var idisə onlarla bir yerdə elədim. Həqiqətən dadında heç qəti şəkildə fərq olmadı. Deməli qızlar, videonun üzərindən səs yazmaqdan elə də xoşum gəlmir. Ona görə də mikrofon aldırmışam və hal-hazırda mikrofonla yazmağa çalışıram. Ümid edirəm ki, yaxşı olar. Və sizinlə elə danışa-danışa da lazım olan ingredientləri yığıram yanıma və başlayacağım bir dənə tort eləməyə. Əslində tortu bu qədər tez-tez ara ilə bişirməyi sevmirəm. Məlum kalorisi falan çoxdur. Amma orada mənim artıq qaymağım qalmışdı, tort qaymağım. Elə dedim, əlimdə olmuşkən bir dənə də tort eləyim. Onsuz da tez-tez elədiyim bir şey deyil. Ziyanı yoxdur. Arada bərədə bir dilim çayla yaxşı gedir. Yeməyi tam hazırlamadım. Qoydum bir kənara. Əvvəlcə tortun biskvitini hazırlayıb qoyacağım bişməyə. Daha sonra isə yeməyi hazırlayacağım. Keçən dəfə ad günümdə biskvitini 7 dənə yumurta ilə eləmişdim. Bu dəfə 6 dənə eləyəcəm. Biraz balaca olsun istəyirəm. Çox qalın çıxmasın. Əslində keçən dəfə də çox qalın çıxmamışdı. Sadəcə mən böyük listə edirəm. Ona görə öz beynimdə hesablamaya görə 6 dənə yetərli olur mənim üçün. Belə. İndi 6 dənə bu yumurtanı yaxşıca mikserlə çırpıram. Üzərinə bir balaca bir çimdik duz əlavə edəcəm. Sonra yaxşıca mikserlə çırpacağım. Baxın, belə yaxşıca çırpdım. İndi isə üzərinə şəkər tozu əlavə edirəm. Şəkər tozu da yəqin ki, burada elə 1 stəkan falan olar. İndi bu ikisini bir yerdə yaxşıca çırpacağım. Belə mikrofonla danışdıqca özümü yemək videolarında aparıcı kimi hiss edirəm. Ümid edirəm sizə də qəribə gəlməz. Amma belə rahat olur elə bil. İndi mən bunu çırpım, gəlim. Tavamı da qəşəng yağladım. Duxovkanı da işə saldım ki, içərisi bir balaca qızsın. İndi isə davam edirəm bunu hazırlamağa. İçərisinə bir balaca süd əlavə edirəm. Bu da yəqin ki, hardasa yarım stəkan olar, 100 ml deyək. Və əlavə olaraq da içərisinə yağ tökəcəm. Duru yağ tökürəm. Bu da yəqin ki, hardasa bir 100 ml-yə yaxın deyək də elə olar. Belə. İndi isə içərisinə qabartma tozu və un əlavə edəcəm. Unumu götürürəm. Belə. Bunda yəqin ki, təxminən 1 stəkan falan olar deyə düşünürəm. Ununu əliyərək üzərinə əlavə etdim. Qabartma tozunu əlavə etdim. Daha sonra isə əvvəlcədən yağladığım, kənarda saxladığım listin üzərinə həmin bu qatı xəmiri tökürəm və bir neçə dəfə stolun üzərinə çırpıram ki, içərisindəki hava qabarcıqları getsin. Biskviti qoydum bişməyə. Demək olar ki, hazırdır. Çıxaracağım, qoyacağım, soyusun. İndi isə kremini keçirəm hazırlamağa. Bu arada keçən dəfə mənə WhatsApp-da qızlar soruşmuşdu ki, hansı kremdən istifadə edirsən? Baxın, bu kremdən, bu qaymaqdan istifadə edirəm. Səhv eləmirəmsə 27-28% idi. Və hər yerdə də var. Qalınlığı da baxın belədir. Marizilkaya falan qoymamışam. Elə birbaşa soyuducunun üst gözündə saxlamışam. Neçə gündə oradaydı. İndi isə çıxarıram işlətməyə.
Əvvəllər dekor qaymağından istifadə edirdim. Yəqin ki, onu tanıyanlar olar. 33%lik qaymaq idi. Mənim üçün ən mükəmməl qaymaqlardan biri elə onun özü idi. Daha sonralar onun satışını saxladılar. Qiymətini bir ara çox qaldırdılar. 2 qat demək olar qiyməti qalxmışdı. Sonradan bilmirəm nə oldu, yenə satışdan çıxdı elədi. Yəni axır olaraq indi son zamanlar mən tapa bilmirdim. Ona görə də elə keçdim buna. Bundan Azərbaycanda da var, Rusiyada da var. Hal-hazırda mən ondan dəfələrlə istifadə etmişəm. Yaxşıdır, yəni istifadə eləyə bilərsiniz. Bir balaca üzərində oynamağa ehtiyac qalır. İndi isə keçirəm yeməyi hazırlamağa. Bu gördüyünüz boşqablar istilik götürən boşqablardır. Yəni dəfələrlə sobaya qoymuşam və çatlama və s. olmayıb. Ona görə də bu yeməyi bu boşqabın içərisində hazırlamaqdan çox xoşum gəlir. Əvvəllər başqa bir qabın içərisində hazırlayırdım, amma sonradan ağlıma gəldi ki, elə bunun içərisində hazırlasam həm dekorativ olar, həm də ki, gözə xoş görsənər, həm də elə birbaşa boşqabın içərisində olmuş olar və videoda gördüyünüz kimi püreni yaxşıca boşqabın içərisinə yayıram, içliyini tökürəm və üzərinə pendir əlavə edirəm. Əvvəlcə bunları götürüb qoyuram xaladelnikə, bir balaca orada qalsın. Axşama qədər dadı dəyişməsin. Daha sonra isə keçirəm salatı qabın içərisinə tökməyə. Bu salatı hər zaman hazırladıqdan sonra birbaşa servis etmirəm. Çalışıram ki, bir balaca soyuducuda gözləsin, daha sonra servis edirəm. Bunun səbəbi isə içərisində bişmiş ərzaqların da olmasıdır. Bu arada mən deyəsən bayaq qeyd etdim ki, içərisindəki köçdür, paprikadır və s. bunları qızartmışam, amma qızartmamışam. Sadəcə bir balaca yağda çalışmışam ki, ölsün. İndi isə keçirəm tortu yığmağa. Tortu da yeni adi qayda ilə yığıram. Keçən videoda da yığdığım qayda bu idi və içərisinə burada sadəcə əlavə olaraq yer fındığı tökmüşəm. Yer fındığını ilk dəfə idi ki, iri halda, diri formada tökürdüm. Bir balaca tərəddüd etdim ki, çox bərk olur və s. amma təəssüf ki, çox az tökmüşəm. İçərisinə daha da bol yer fındıqlı edə bilərdim deyə düşünürəm. Bir sözlə qızlar, burada sizə bir dənə tüyo verim. Tortun dadlı olmasını istəyirsinizsə, evdə əlinizə nə keçirsə, pomidordan, xiyardan başqa nə istəsiniz, içərisini doldura bilərsiniz. Çox dadlı olur. Zarafat bir yana qalsın. İçərisini bol şokoladlı, soslu, qozlu, fındıqlı və s. eləsəz tortunuz daha da dadlı olar. Üzərini isə bəzəyini sizinlə bir yerdə eləmədim. Çox təəssüf ki, zaryatkam bitmişdi. Bu günlük bu qədər qızlar. Fikirlərinizi rəylərdə qeyd etməyə, kanala abunə olmağı unutmayın.